Belə deyək, bir nəfərdə məsələn podaqa var, onun ailəsində də məsələn deyir ki, bizdə nəsillikcə podaqa var. Belə şey mümkündür, doktor? Birinci bilək ki, podaqra nədir? Bir podaqranı istərdim açıqlayaq. Təbii ki, el arasında çox böyük yanlışlardan biri də budur. Daha öncəki verilişlərdə də bu mənada söyləmişdik. Podaqra əslində əvvəldən gələn bir terimdir. Baş barmağın qut xəstəliyi, yəni birinci baş barmağın qızarması, şişməsi, iltihabı, yəni sidik turşusu mübadiləsinə bağlı olaraq, purin mübadiləsinə bağlı olaraq bir xəstəlikdir. Yəni el arasında çox görünən, ayaq baş barmağını çölə doğru əyilməsi ilə görülən əslində hallux valgusdur. Bunun podaqra ilə bir əlaqəsi yoxdur. Podaqrada xəstənin çoxunda o əyilmə demək olar ki, olmaz. Sadəcə orada vaxt açılır, atak şəkildə şişmələr ola bilər. İnsanların bildiyi o genetik keçişi olan, daha çox nəsildə də görülən, hətta erkən yaşlı qrupunda belə baş barmağını əyilən xəstəlik hallux valgusdur. Bu da artıq ortopedləri maraqlandıran bir hissədir. Bunun podaqra ilə əlaqəsi yoxdur. Podaqra təbii genetik ola bilərmi? Bəli, ola bilər. Deyir ki, 40 yaşında bir kişi gəlir, deyir ki, atamda da yenə vaxtaşı şişirdi. Dəstədə təbii ki, bunlarda genetik bir sidik turşusu mübadiləsi problemi var. Demək ki, onlarda eyni zamanda börək daşı xəstəliyi də ola bilər, sidik turşusuna bağlı olaraq. Bunlarda nəsillikcə ola bilər. Amma o baş barmağın əyən xəstəlik olan hallux valgusun bu podaqra ilə bir əlaqəsi yoxdur.